Sükut zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. Rayon sakinləri şəhid, əsgər və zabitlərin ruhu qarşısında dərin ehtiramla baş əyiblər. Sükutla dəqiqəsindən əvvəl Şəhidlər Xiyabanı rayon rəhbərliyi, şəhid ailələri, qazilər, idarə müəssisə, təşkilatların rəhbərləri ilə əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilib. Şəhidlərin əziz xatirəsinə din xadimləri Qurani Şərifdən dualar oxuyublar, məzarları üzərinə tərgüllər düzüblər. Torpaqlarımız 30 ildə işğal altındaydı və 30 illik işğala son qoyuldu. Allah şəhidlərimizə rəhmət etsin. Ali Başkomandanımızın dəmir yumruğu ətrafında sıx birləşən hərbiçilərimiz, Azəri xalqa hamısı sıx birləşdi və torpaqlarımız azad oldu. Artıq 5 il keçir. Amma sanki hər birimizdə elə bir hiss var ki, bu dünən baş vermiş hadisədir. Və sağ olsunlar bizim həm ön cəbhədə, həm arxa cəbhədə bütün xalqımız vahidlik göstərdi. Və Müzəffər Ali Başkomandanın rəhbərliyi altında bizlər hər birimiz müharibədə öz 200 illik yaramız olan hardasa Azərbaycan torpaqlarının bərpası ilə əlaqədar ilk dəfə olaraq 200 il ərzində bir möhtəşəm bir qələbəyə nail olduq və şəhidlərimizin qanı hesabına oldu. Bunlar təbii ki, Allah şəhidlərimizə rəhmət eləsin. Anım mərasimində çıxış edənlər Zəfər gününün əhəmiyyətindən danışıblar. Ali Baş Komandanın ətrafında həmişəki kimi sıx birləşdiklərini vurğulayıblar. Anım mərasiminin sonunda Şəhidlər Xiyabanında ağac əkmə aksiyası baş tutub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin, bütün şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım günü elan edilib. Elvin Qudrətov, Aydın Adgözəlov, Bu Gün İnformasiya proqramı üçün.